Elif getdiləmi? Ay sağ ol. Mən neyniyəcəm? Mənə Ruben lazımdır. Devletler arası münasibət var, sivilizasiya var. Ay ki, mənim tərəfimdən ordudur savaşı belə, şərəfli generallar vuruşubdu, neyniyib? Qaldı qırağa. Əcəb eləyib, o qəhrəmanlara dəyər verəcəyik. Zaman onu tələb eləyir. Amma başdakı xain ordunu satdı, xalqı satdı, devləti satdı. İnsanlar yaşamağa ölkə axtarır, qaçmağa yer axtarır. Mən neyniyəcəm? Kamil Zeynallı ermənilərin başını kəsdi mi? Kəsdi. Erməni qadınlarını nə işi üzərində o elədi mi? Elədi. Ay sağ ol. Kamil Zeynallının qulağını tutacağım, buradan qulağını tutacağım Kamil Zeynallını. Verəcəm Ermənistana. Ermənistanın da götürəcəyəm Xaçaturyanı. Və salam ki, onda demokrati olacaq, sivilizasiya olacaq. Qutarcıqdır. Kamil Zeynallı. Qulağından tutacağım, verəcəm Ermənistana. Neçə il cəzası varsa çəkəcək. Hansı komandiri eləyir, daha qanunsuz, silahlı birləşmələrlə. Erməni yaşlı qocalarının başını kəsirdi, ha. Lifcik Məmədan daşıyırdı, ha. Qulağından tut verəcəm Ermənistana. Bu sizə qarşı soyqırım eləyən idi elə, nə bilim sizə qarşı vandal eləyən idi elə, mənim millətimi aşağılayan idi elə. Ala bu sizin olsun, sizin. Ay indi orada mənim Xocalı soyqırımının qatilini də ver mənə. Xaçaturyanı da ver mənə. Vəssalam. Cəzasını çəkəcək, öləndə də qəbrinə iş kəsiləcək. Mən Ermənistanla razılaşacağım bunu, narahat olmayın. Ola bilər başqa kamillər də ortaya çıxar, ola bilər başqa Xaçaturyanlar da ortaya çıxar. Bəli. Ay qardaş, İlham Əliyev ermənidirmi? Ermənidir. Dünya tarixində erməni, fars, rus, İlham Əliyev, Paşayevlər qədər, Əliyevlər qədər bizə zərbə vurub bu? Xeyr. Xalqı, İlham Əliyevə qarşı çıxan xalqı polis qardaşlar dursun bir qırağa, biz döyəcəyik idmançılar deyən Kamil Zeynallı idi mi? Kamil Zeynallı. Erməni soyqırım, insanlığın düşməni Əliyev rejimini dəstəkləyən, xalqa qarşı çıxan buydu mu? Buydu. Deməli bu adam vətənə, xalqa xəyanət eləyibdi. Elə deyilmi? Elədir. Və salam tutarcıydı. Səhv deyirəm yazın səhv, düz deyirəmsə yazın düz. 600-700'e yaxın adam baxır. Səhv deyirəmsə yazın səhv, düz deyirəmsə yazın düzdür. Tez olun, efir vaxtımız gedir. Tez bitirmək istəyirəm, vacib materiallar paylaşmalıyam. Yazın, düz deyirəmsə yazın düz, səhv deyirəmsə yazın səhv. Bu arada İngiltərə ilə Amerika arasında o pul kartları barəsində problem çıxıbdı. Amerika, Britaniya vətəndaşlarının pul kartlarını Amerikada yoxsa dünya üzərində dayandırmaq istəyir, yoxsa müəyyən qədər maniyələr yaradırdı. Britaniya öz kartını artıq yaratmağa çalışır, düzəltməyə çalışır. Mənə elə gəlir ki, yox gəlməsin hələ, onu sonra deyərəm. Deməli, dəyərli vətənlərim, bundan əlavə Britaniya hərbi doktrinaya əl gəzdirməliyik. Doktrinamızda F-35'lər var, sabah Amerika onu kilitləyə bilər. O F-35'lərdən biz savaşda istifadə edə bilmərik ki, ona görə Amerikadan alınan silahların əvəzinə öz silahlarımızı daha da təkmilləşdirməli, daha da yeniləməli, daha da yeni silahlar üretməliyik. Deməli bunu dedi. Bundan başqa bir xəbər də verim ki, hamınızın sevdiyiniz, şəxsən mənim də sevdiyim, demokratik lider olduğuna görə sevdiyim Nikol Paşinyan evləndi. Paşinyanın toyu oldu, amma toyda qalmaqal oldu. Deməli, Nikol Paşinyan Anna Akopyanla evli deyilmiş. Düzdür, uşaqları var, qızı var, oğlu var, böyük uşaqları. Amma rəsmi nicahları yox imiş. Mənə elə gəlir ki, bu rəsmi nicahın olmamağı müəyyən dərəcədə onun uzun söhbət ola bilər. Onu mən sonra deyərəm sizə. Rəsmi nicahı niyə eləməyiblər? Paşinyan da biz için bloger olub, Paşinyan da muhacir olub, Paşinyan da deport olmasın deyə psixoloji dispanserdən sənəd alıb qeydiyyatda olubdu. Paşinyan, bəzi var da siyasilər
fəallar var ki, deport olmasınlar deyə oturumu yoxdur və yaxud oturum alana kimi psixoloji dispanserlərdə zadda olurlar. Paşinyan da düşünüb ki, bunu deport eləyərlər, arvad uşağını zorlayarlar, ruslar belləyər, Rusa bağlı kaçaryanlar belləyər. Değerlemeden. Ona göre Paşinyan çok güman ki, bu qəbildən arvadından biraz rəsmi nicaha girməyib. Deməli, Paşinyan rəsmi nicaha girdi, Paşinyanın toyu oldu. Çox güman ki da seçki qabağı balayı da olar. Amma toyda başına belə bir hadisə gəlməz, o Paşinyanın başına gəldi. Belə ki, ermənilərin bütün katoliki, bütün dünya ermənilərinin rəhbəri ikinci Qaragen Paşinyanın gününü qara elədi. Paşinyan ilə onun gününü qara eləyibdi. İkinci Qaragen deməli nə eləyibdi? Bizdə molla kəbin olmurmu? Dini kəbin. Dini kəbin kəsməyibdi. Deyib get bütün dindarları məhv eləmisən, dindən imandan çıxmısan, mənim adamlarımı keşişləri basmısan türməyə, mənə cinayət işi qaldırmısan, get sənin kəbinini, yəni molla kəbini deyək də, belə deyək, get onu türklər kəssin, Türkiyədə ya da Azərbaycanda. Biz sənə dini kəbin kəsən deyilik. Və dəyərli həmvətənlərim, Paşinyan da nə deyib? Heç mənə lazım da deyil, heç mənə lazım da deyil, nəysə. Uzun sözün qısası orada Ermənistanda da bir olubdur. Dostlar, əziz həmvətənlərim, dəyərli soydaşlarım, İlham Əliyevin çox ağır vəziyyətdədir İlham Əliyev. İlham Əliyev deməli, dəyərli həmvətən, İlham Əliyevin hələ həyatı boyu İlham Əliyev bu qədər ölümə və bu qədər devrilməyə yaxın olmayıbdır. Baxın, İlham Əliyev ailəsi, İlham Əliyev həyatı boyu bu qədər ölümə və devrilməyə layiq, necə deyək, yaxın, layiq yox, layiq olmağına çoxdan layiqdir. Amma bu qədər yaxın olmuyordu. Və bugün ekstrasens Elman bəy defirə qoşulacaq. Əliyev ailəsində ölüm görürəm, ölülər görürəm. Əliyev ailəsində ölülər görürəm. Başlığı altında yayma çıxır və Azərbaycanda üsyan inqilab olacaq, Bakı yanacaq, müəyyən şeylər deyəcək. Allah pisdən saxlasın, xalqımızı qorusun, amma İlham Əliyevi Allah qorumasın, xalqın ayaqları altına atsın. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, biz elə belə adam deyilik. Mehman da elə belə adam deyil. Emin Hüseynov da elə belə adam deyil. Bizim hər yerdə qulağımız var, hər yerdə gözümüz var. Bizi gözə görünən, görünməyən qüvvələr dəstəkləyir. Düzdür, İlhamın milyardı var. İlhamı da indiyə kimi dəstəkləyən qüvvələr olubdur. İndi də hələ qarmağı buraxmayanlar var. İlham hardansa 4 ölkədən yüzlərlə mafiya qrupundan kimi istəsə öldürtdürə bilər. Bəli, bu da var. Amma qardaşlar, dostlar, canlarım, ciyərlərim, vəziyyət kifayət qədər gərgindir. Gördüğünüz Ata Abdullayevi çıxartdılar və Bayram Nurlu da siyasətə deyir, qarışıram. Ala baxın, mən demirəm bunu, ala baxın. Bayram Nurlu siyasətə qayıdır, dəyərli vətənlərim. Bayram Nurlu siyasətə qayıdır, siyasətə baxaq görə, mən yazmamışım, hökumət kanalları yazıbdır. Ala, düzdür, biraz Alyona söhbətini bastırmaq üçün də ola bilər. Amma baxın, məşhur ekstrasens, Instagram fenomeni Bayram Nurlu siyasətə qoşulur. Demokrat Az, yəni İlham Əliyevin saytının əldə etdiyi məlumata görə Azərbaycan Demokratik Maarifçilik, baxın, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri hazırda Milli Məclisin deputatı kimi fəaliyyət göstərən Elşən Musayevlə də danışıblar. Hökumətin partiyası, Maarifçilik Partiyası və Bayram Nurlu deməli siyasətə qarışır. Bir müddət öncə Bayram Nurlu bələdiyyə seçkilərinə, deputat seçkilərinə də qatılmağını istədi. Bu Bayram Nurlunu artıq belələri açıq müstəviyə keçir. Bax,
Bu kim idi? Bu Azərbaycan hakimiyyət tərəfindən xalqın əxlaqını aşağı salası qüvvələrdən, məxluqlardan biri idi. İndi belələr çoxdur. Toliklər var, bayramlar var, baboşlar var, nə bilim o var da, o sakolar, cakolar, hamısı xalqın əxlaqını salmaq, ləmanlar. Bunlar hamısı siyasətə qoşulacaq, bunlar seçkilərə qoşulacaq, bunlar hərəkətə keçəcək və s. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, artıq mən burada yayımı dərhal bitirməliyəm, paylaşmalı vacib məlumatlarım var. Vacib adamlarla irtibata keçməliyəm. İnanın ki, hələ bu qədər ağır şərtlər altında, hələ bu qədər necə daha ciddi, daha dəqiq, daha çox işlədiyim vaxt olmamışdır. Görmüş ki, yaş keçir də siyasət, cəbhəçilər necə yorulublar. Adı yox, nə danışırsınız? Nə danışırsınız? Bir gündə yüzlərlə video paylaşıram, minlərlə yorum və yaxud harasa mesaj tulluyuram. Bir gündə neçə adamlarla əlaqə saxlayıram, nələr edirik. Çox böyük iş görürük. Bu arada, axşamlar elan edirəm, indi də elan edirəm. Beta qrupumuza bir dənə adam lazımdır. Beta qrupumuza bir nəfər lazımdır. Mənim qruplarımda olanlar, bizim dəstəkləyənlər, bizim videolar hazır atıram, videonu düzəldirəm, başlığını qoyub atıram. Sadəcə kanallar, səhifələr açıb o videonu paylaşanlar, hamınıza ev hədiyyə olunacaq, yaxta hədiyyə olunacaq, maşın hədiyyə olunacaq. Ay, İlham gedir. Mehman da gəlsə olacaq. Əli Kərimi sağ-sol bacara. Hazır Rusiya, İran güclü çıxsa Əli Kərimi prezident olacaq. Bəli, mən də bunu inanıram. Əli Kərimli də olsa, Quba Dibadağulu da olsa, Mehman da olsa, kim olur olsun, mən də olsam, deyirəm sizə. Bu adamlar ki, mənə dəstək verir Instagram, TikTok səhifələrindən, ha. Mənim qrupumda var, bəlkə də qrupuma girmir. Mən zaten qrupu bir yerə yığmıram. Qrupun fərdi üzvlərindən fərdi. Qrupda heç kim bir-birini tanımır. Sadəcə məni tanıyırsınız. Qrupda heç kim bir-birini tanımır. Qrupda heç kim bir-birinin nömrəsini bilmir. Heç kim bir-birini eşitmir, görmür. Sadəcə hamı qrup yaranır. Heç biri bir-birindən yox. Hamı mənlə fərdi əlaqədə olur. Mənim hazırladığım videoları paylaşırlar. Vəssalam. Bu saat beta qrupuna, alfa qrupumuz canavardı. Canavardı. Beta qrupumuza bir nəfər çatmır. Bir nəfər. Betadan sonra gamma qrup olacaq. Gamma, qan tökənlər qrup olacaq artıq. Artıq beta mayaydı. Hər şeyi riqrovka eləyən, hazırlayanlar qrupudur və paylaşanlar. Daha doğrusu alfa. Beta sadəcə paylaşanlar. Kanalını aç, səhifələrini aç, paylaş. Gamma qrupu birbaşa radikallar. Daha da fırtına qopardacaq. Ona görə havayı hökumətin adamsan mənə qrupdayam demə. Ya qrupa qoş demə. Mənası nədir? Sən tək mənlə əlaqə saxlayasın. Fərdi şəkildə işləyəcəyik. Nabarot kanallar açın, mənim videomu paylaşarsansa, sən İlham Əliyevin necə adam ola bilərsən? Olursansa da bomba ol. Problem yoxdur məndə. Səndə bilmirəm nə olacaq. Heç nə. Sadəcə səhvələri paylaşdığım videolar həqiqətdir. Bir dənəsi yalan ola bilməz. Amma səhvələrin səni incitməsinlər deyə saxta səhvələr açmalısan. Və başlıqlar qoysan da kanallara, səhvələrə, azadlıq, məsələn, firavanlıq, sülhə doğru, məsələn, olsun, cənab burun ola bilər, nə olursa olsun, problem yox. Yəni, bax, sabah hakimiyyət dəyişəcək, deyəsən ki, oy da, filan kəsə ev verdilər, filan kəsə maşın, yaxda, mənə niyə vermirsən, qabil səni sevirdim, nə bilim, nə inirdim, nə deyəcəm, sənə nə deyəcəm? Maddi dəstək verdim mi bir dəfə və ya bir neçə dəfə? İkinci nə deyəcəm? Mana təskinazlarının üstünə qabildən irəli yazıb nə qədər paylaşdın?
Üçüncü ne diyeceğim? Üçüncü, harda hansı səhifələrdə yorumlarla kanallar açaraq bizi necə dəstəklədin? Nə elədin? Heç olmasa ailəndə 5 nəfər adamı bir yerə yığıb, 5 nəfər yığmasan da 5 nəfərə mənim videomu atmaq gücünə sahib oldum. Bütün Azərbaycan qabil deyib qabil oturur. O boyda qabil sevərlər içində nəslində kökündə 5 nəfər tapıb mənim videolarımı ataraq, bəyənməklə, yorum yazmaqdan bir koalisiya oluştura bilmədinsə, sən nə fayda verə bilərsən? Nə mənim ətrafımda ola bilərsən? Nə mənə dəstək ola bilərsən? Nə hökumətdə yer ala bilərsən? Mən necə indi sənə verim bir dənə Kür çayının, ya Çumun, ya Sədərəyin sənə icraçılığını verim? Necə? Ya auksiyona çıxardım səni, devlət dəstəyi olsun. Necə? Hamı yaxşı yaşayacaq. Ac adam olmayacaq. Hamı gözəl yaşayacaq. Nə ineyim, nə ağarım, nə yiyeyim, nə geyinim, oğlumu necə evləndirim, cehiz alım, ev tikim, heç bir problem olmayacaq. Amma sən dünyanı daha çox gəzmək istəyirsən, ev hədiyyəsi istəyirsən Bakıdan və hardan istəsən, yax da, hani o məmurların maşını düzüləcəyi Azadlıq meydanına, bu nazirin, bu mavinin, bu icra başçının, hamının kolleksiyası düzüləcəyi, oradan sənə pay istəyirsənmi? Sən bugün xalq üçün əziyyət çəkməlisən, o xalqın sərvətindən alınıbdır. Və o hədiyyə də xalqın etdiyi hədiyyə olacaq mənim və kimin vasitəsindən. Yaxşı, sən xalq üçün mənim sözlərimi və ya dəyərli insanların, şəxsiyyətlərin sözlərini kimlərəsə çatdırmaq üçün nəsə eləyirsənmi? Eləmisənmi? Daha artıq yaşamaq üçün, daha artıq yemək üçün, daha lüks həyat yaşamaq üçün sən daha artıq əziyyət çəkməlisən. Bəli, bunun biraz təhlükəsi də ola bilər. Amma işini ehtiyatlı görsən, niyə təhlükəsi olmalıdır? Niyə olmalıdır? Mən işlədiyim adamlar var, radikal, fırtına qopardır. Niyə onlara təhlükə yaranmadı? Ehtiyatlı görürlər işini. Da sən mənlə işləyirsənsə, sənin qardaşın da bilməməlidir. Dostun da bilməməlidir. Gedər satar ki, qabilə kömək eləyəndir. Heç kim bilməməlidir. Atan da bilməməlidir. Neyse, sağ olun, salamat qalın. Mənim işim çoxdur. Bacarırsınızsa dəstək olun. Sağ olun, var olun. Axşamki yayımı izləyin ha, axşam. Bugün və sabah yayımım dəhşət olacaq. Bugün və sabah qırğın olacaq. Sağ olun, salamat qalın.